Neftçalada bu dəfə dənizin nəfəsi duyuldu. Xəzərin dadı isə şəhərin mərkəzində hiss olunurdu. Neftçalada birinci balıq festivalı keçirilir və bu festivalda həm balıqçılar, eyni zamanda da balıqçılıq sahəsi üzrə inkişaf və bununla yanaşı son illərdə iqlim dəyişikliyi sürətlə davam edir və bu da təbii ki, balıqçılıq sahəsinə öz təsirini göstərir və buradakı fermerlər də öz səslərini çıxardılar və bununla yanaşı Neftçala mətbəxinin də ləziz təamları bu festivalda sərgilənir. Dəniz mövzulu əl işləri, uşaqlar üçün yaradıcılıq gülşələri, həyəcanlı müsabiqələr və ailəvi əyləncələr festivala xüsusi dinamika qatdı. Su idmanı yarışları və Kür çayında təşkil olunan gəzinti isə günün ən çox maraq doğuran fəaliyyətlər arasında idi. Belə festivallar Azərbaycanda çox lazımdır. Ələlxüsusda hər zona olaraq özünə xas olan bir festivaldan və Neftçalada da təbii ki, balıqla məşğul olduğu üçün burada balıqçılıq festivalı keçirilir. Xəzərin sahilində başlayıb ölkənin hər yerinə yayılan bu enerji regionun gələcək inkişafına yeni ümidlər qazandırır.